2027-2030-cu illərdə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının 8000, yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayının isə 2000 nəfər artırılması planlaşdırılır. Bu barədə peşə təhsili, nailiyyətlər və çağırışlar mövzusunda keçirilən konfransda məlumat verilib. Bildirilib ki, son illər gənclər arasında peşə seçiminə marağın artdığı müşahidə edilir və bu peşə təhsilində maddi-texniki strukturun yenilənməsindən zəmanət yaradır. Konfransda həmçinin yeni təhsil müəssisələrinin tikilib istifadəyə veriləcəyi də diqqətə çatdırılıb. Bu qaydaların, siyasətlərin 2022-25-ci illərdə əsas mahiyyət dəyişiklikləri, əsas dəyişiklik istiqamətləri daha çox peşə təhsilinin əhatəliyinin artırılması məsələsidir. Burada eyni zamanda gender əsaslı bir artımı görürük, gender inklüziv artımı görürük. Hansı ki, biz burada nəzərdə tuturuq qadınların peşə təhsilinə cəlb olunmasındakı müsbət artımı, hansı ki, son tədris ilində 2025-26-cı tədris ilində bu göstərici ümumi qəbulun 39%-ni təşkil etmişdir, faktiki qəbulun.